Gültəkin xanım, bilirsiniz nə demək istəyirəm? Biz tanış olmasaydik, 15 il var artıq, öncə tanış olmasaydik, kim bilir hansı həyatı yaşayırdım? Kim bilir? Təsəvvür belə etmək istəmirəm. Bax canım mənim, niyə insanlar dəvətə qəribə baxır? Bax, mən bugün onu səslənmək istəyirəm. Bugün mən buradan bütün Azərbaycan xalqına bunu səslənmək istəyirəm. Nədən dəvətə qəribə baxırsınız? Nədən deyəndə ki, gəlin bu iş çox qazanclı işdir, gəlin bu iş insanın həyatında 180 dərəcə dönüş yaradır. İnsanlar anındaca durur, baxır. Dəvətdir, bildim də adam dəvət etmək. Siz məni dəvət etməsəydiniz, bugün mən bu gözəllikləri necə yaşaya bilərdim? Bugün mən dünya səyahətini necə edə bilərdim? Bugün mən istədiyimi necə ala bilərdim? İstədiyim bu həyata necə qovuşa bilərdim? Yaxşılıq etdiniz, pislik etmədiniz ki. O yüzdən də insanlara, bütün Azərbaycan xalqına səslənirəm. Sizi Forever Living-ə dəvət edəndə bizi heç kimdən, heç nəylə qarışdırmayın. Dəvət edənlərə dirək, birbaşa hə deyin. Gəlin, öyrənin, bu yolu gedin. 2010-cu ildə biz Forever-la tanış olanda şəxsən mənim heç bir arzum yox idi. Arzunun nə olduğunu bilirdik ki, arzuda olsun. Arzunun nə olduğunu belə bilmirdik. Çünki səhər çıx, axşam gəl evə. Səhər saat 7-də çıx, get, axşam saat 10-da, 11-də probkaya düşməsən çat evə. Heç arzunu eləməyə vaxt olurdu. İndi arzudan arzu doğur, arzudan arzu gəlir. Münirə xanımdan bayaq yol gəlib belə. Müdürüm, Gültəkin xanım, ayın sonu hara gedək, hansı ölkəyə gedək? Əvvəllər hansı rayona deyirdik, indi hansı ölkə deyirik? İnşallah bu ayın sonu Gürcüstan, gələn ayın əvvəli ortaları İstanbul. İnşallah. Ondan sonra Afrika var, müdürüm, iqıllığımız. Yox. İndi bu özümüz getdiyimizi deyirəm, öz xərcimizi deyirəm. Biz 7-ci ay gedirik hara? Şirlankaya gedirik, Allah qoysa. Şirlankadan gəlirik, Afrikaya gedirik inşallah. Afrikadan gəlirik, 2027-nin aprelində Hong Konga gedirik. Hong Kongdan gəlirik, yenə sentyabrda Dubai var. Yəni, səyahət istədiyiniz qədərdir. Buyurun, yararlanın. Hələlik. Hələlik.